Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Arxamda gördüyünüz bu park Heydər Əliyev adına olan parkdır. Tam mərkəzdə yenə də bir də McDonald's zəhmət olmasa göstər, o dəyərli izləyicilərim görsün. Tam McDonald's'un qarşısında yeni tikili binanın orta mərtəbəsində qanuni 2 otaq 81 kvadrat. Gəl. Balkondan daxil oluruq mətbəx hissəsinə. Bir dənə nüansı çatdırım sizə. Burada bir-iki nüanslar var. Bax, burada deməli görsən laminatlarda var, şəxsi təmirdir. Bir dənə burada su axıb buradan, sonra aradan qaldırılıb. Yəni bu hissələr ki, ara laminatları görürsüz, sahibi deyir ki, gələn müştəri ilə, yəni onun xərcini hamısını çıxacam. Qalan təmiri ideal vəziyyətdədir. Özü də təmirdə belə deyim də İtalyan inşaat materiallarından istifadə olunub. Şəxsi dəyərli izləyicim özü üçün təmir edib. Mənzilimiz əşyasız satılır, mətbəx mebeli, kombi, bir xoca istisna olmaqla. Kim də istəyər sahibi ilə danışıb qalan əşyaları da saxlaya bilər. Giriş hissəmizi bax belə gözəl hamam sanuzel hissəmiz mövcuddur. Gördüyünüz kimi çox genişdir hamam sanuzel hissəmiz. Buradan da daxil olaq qonaq otağımıza. Belə də gözəl qonaq otağı hissəmiz mövcuddur. Evimiz orta mərtəbədə yerləşir. Kubcalıdır, ipotekaya yararlıdır, 81 kvadratdır. Start qiymət də bu ev üçün sahibi 155 min manat təklif edir. Amma yenə də deyirəm, sahibi söz verib ki, 114 əmlakın adından gələnlərə çox xüsusi endirim eləyəcəm. Gəl, indi keçək yataq otağını göstərəm. Sağa. Keçirik. Buradan da yataq otağımızda bax. Biraz burada belə deyək, uşaq mebeli olduğuna görə bir balaca sıx görsənə bilər. Amma yataq otağı da ölçüsü də çox böyükdür. Yataq otağından da balkon hissəsinə çıxışımız var. Dəyərli izləyicilərim, Xırdalanın gördüyünüz kimi mərkəzində, McDonald's'un yanında, KFC-nin yanında, Xırdalanın ürəyində 81 kvadrat 155 min manat start qiymət. Allah alana da, satana da xeyir versin inşallah.